Gedək laboratoriyamıza analizi verək və sonra yenə davam edəcəyik. TSH və Hashimoto'nu təsdiq edən analizimiz. Antitipi 60'lar idi, amma hazırda 17,78'dir və bu zaman çox pasientlərin bizə verdiyi sual ki, Hashimoto sağalırmı doktor? Və bu bir daha isbat edir ki, Hashimoto xəstəliyi bir həyat tərzidir və o demək ki, qalxanvari vəzinin hormonuna öz orqanizmin verdiyi reaksiya nəticəsində antikorların çoxalmasına görə orqanizm çox belə alovlanmış vəziyyətdədir, belə deyək. O yüzden də o vəziyyəti sakitləşdirmək üçün biz verdiyimiz müalicə öz nəticəsini göstərir. Ümumi protein çox aşağıdır. Dəmir, ferium və feritin çox aşağıdır ki, bütün bu vəziyyət anemiyanın kəskin mərhələdə olduğunu göstərir və Hashimoto'nu ispat edən antitipo 63'lərə qalxıb. TSH-ımız 5'in üzərindədir, 5,52'dir. Digər ginekoloji cinsiyyət hormonlarını yoxlamışıq. Orada da vəziyyət tam yaxşı deyil. Amma bugünkü gün TSH 5,64'dədir. Antitipo əsas məqsədimiz, yəni bir Hashimoto'nu ispat edən antitipo normala düşmüşdür. Ki, müalicə vermişdik. Bir etap sadəcə dəstək terapiyanın nəticəsində dəyişən mərhələni göstərmək istəyirəm.